Salam əziz abituriyentlər. 2026-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil almaq istəyən abituriyentlərin diqqətinə önəmli bir məlumatı çatdırmaq istəyirəm. Əziz abituriyentlər, siz 2026-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində tədris dili ingilis dilində olan ixtisasları oxumaq istəyirsinizsə, çalışın mütləq ingilis dilini yaxşı oxuyun. Çünki ingilis dilindən 60 baldan aşağı bal yığsaz, bu ixtisasları seçə bilməyəcəksiniz. Əgər siz Azərbaycan Memarlıq və İnşaat Universitetində inşaat mühəndisliyi ixtisası oxumaq istəyirsinizsə, onda ingilis dilindən ən aşağı 70 bal yığmalısınız. 70 baldan aşağı bal yığsaz, Azərbaycan Memarlıq və İnşaat Universitetində inşaat mühəndisliyi ixtisasını yaza bilməyəcəksiniz. Onu da qeyd edim ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində inşaat mühəndisliyi ixtisası ikili diplom əsasında İstanbul Texnik Universitetindən bərabər tədris olunur.